Salam əziz şagirdlər, bugün isə həqiqi ədədlər mövzusuna aid olan bir suala baxaq. Deməli uşaqlar, bu tipli sualları həll etmək üçün gəlin misalı yazaq. Kökün altında x minus 3 üstəgəl, kökün altında x üstəgəl, y üstəgəl 2 bərabərdir 0. Bu tipli sualı həll etmək üçün əvvəlcə biz bilməliyik ki, bunların cəmi, bu iki, biri kökaltı ifadədir, biri moduldur. Cəmi nə zaman 0 olar? Yəni hər biri əgər 0 olarsa, o zaman 0 olur da, düzdür uşaqlar? Və yaxud da biri müsbət, biri mənfi, bu da ola bilməz. Niyə? Kökaltı ifadəmiz müsbətdir, modulumuz da hər zaman müsbətdir. Yəni bunların 0-dan başqa həll yolu yoxdur. Yəni hər birin ayrı-ayrılıqda mən 0-a bərabər eləyib cavabı tapacağam. X minus 3 sıfırdırsa, bilirəm ki, kvadrata yüksəltsəm, x minus 3 bərabər olur 0. X-im nəyə bərabər olur? 3-ə. Digər modulda x, bunu qoy fərqli rənglə yazım ki, sizə daha aydın olsun. Modulda x üstəgəl y üstəgəl 2 modulda bərabərdir 0. Bunu da kvadrata yüksəltsəm və yaxud da modulu açsam 0-a bərabər olur. Deməli, x üstəgəl y-im içini də bərabərliyin sağ tərəfindən keçirdirəm deyə mənfi 2 olur. Və mən burada x-i tapmışdım axı uşaqlar. X-im 3-ə bərabərdir. Yerinə qoyub həll edirəm. 3 üstəgəl y bərabərdir mənfi 2. Y-im bərabərdir mənfi 2. 3-ün bərabərliyin sağ tərəfindən keçir, olur mənfi 3, yəni çıx 3. Y-im nəyə bərabərdir? Mənfi 5-ə. Deməli, uşaqlar, x-i tapdım 3-dür, y-im mənfi 5-dir. Və məndən x minus y-ni soruşurdu, düzdürmü? Gəlin onu da həll edək. Yazıram, x minus y bərabərdir. X-in yerinə 3 qoyuram. 3 çıxılsın, y-nin yerinə də mənfi 5. Yəni 3 çıxılsın, mənfi 5. O da bərabərdir. Nəyə? Yəni 3 topla 5 eləyir 8. Baxaq variantlara, cavab da 8. A bəndi. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın.